Salam, hər vaxtınız xeyir. Arximed qüvvəsi mövzusuna aid 2026-cı il MİQ imtahanında düşən belə bir maraqlı sualın izahına gəlin birlikdə baxaq. Cisimlər şəkildəki kimi bir cins mayenin daxilində tarazlıqdadılar. İkinci cismə təsir edən Arximed qüvvəsi 60 Newton olarsa, birinci cismin kütləsini hesablayın. Sualımız çox maraqlıdır. Gəlin belə bir yanaşma edək. Baxın, ikinci cismin, ümumiyyətlə gəlin Arximed qüvvəsini əvvəl formulu yazaq. F Arximed bərabərdir Rho maye V batan vurulsun J. Eyni mayedir, J də məlum məsələdir, eynidir. Burada bizim Arximedimiz əlaqələnəcək batan hissənin həcmi ilə. Deməli, bizə verilib ki, ikinci cismə təsir edən Arximed qüvvəsi 60 Newtondur. İkinci cismin batan hissəsi, baxın, 2V-dir. 2V-yə 60 Newtondursa, birinci cismin batan hissəsi V-dir. Onda buna təsir edən Arximed qüvvəsi də nə qədər olacaq? Düz mütənasib asılıqda 30 Newton. İndi bizdən soruşulan birinci cismin kütləsidir. Onda mən tarazlıq şərtinə görə bilirəm ki, bu cismə təsir edən Arximed qüvvəsi, yəni 30 Newton qüvvə ağırlıq qüvvəsinə bərabərdir. Yəni mg bərabərdir nəyə? 30 Newtona. Təbii ki, bu m bu cismin kütləsidir. Burada da J-nin yerinə 10 qoyanda, bu 0-la bu 10-u ixtisar eləyəndə m bərabərdir nə qalır? 3 qalır. Cavabımız C variantıdır. Təşəkkür edirəm.